Nuş olsun, yiyin kızlar. Gəlin, Müslüm, Cəsur, gəlin. Bizim şu təzə qaynasın. Hə, bu çaylar soyuqdur. Gəlməsin, Müslüm, sən gəl. Orada qoğal da qalıb, bir dənə. Könül gələ gedirəm. Dedim, bunları yenə çəkin. Baxın, dünə betonladılar, üstünü dörtdülər. Gedim görüm bacım evdədirmi, yoxsa işdədirmi, bilmirəm. Könül bacım gəldim, gördüm Badımcan. İşə girsən bu gün də? Yox, seyircilər bütün gün idi. Hə, nə yaxşı. Dünən mən gəldim ki, səndən oturaq. Gördün, yoxsan. Könül Badımcan soyub doğrayıb. Şəmsi də toyuq doğradı. Deyirəm, siz iş adamsınız deyə tez-tez işlərimizi görürsünüz. Evdə az olarsa ona görə tez-tez bibərdir. Burada da əti var, Badımcan bişirəcəkdir. Telefonumda abunəvliyini gəldi, abunəvliyini elədim. İndi hər şey dəyişdi. Telefon videoları çəkirdi. Hamı mənə dedi, sənin şəkilləri videonun qəşəng olur da, belə rəngi qəşəngdir. İndi belə boz-boz qaldı. Niyə belə oldu, bilmirəm. Məndə də bu çaynikdən var. Bu çaynikdən hamımızda var. Bu nə hamımızda bundan var? O mənə hədiyyə eləyiblər. Hə? Bağçada? Mamada da var, yoxsa Şəmidə? Şəmidə, hə, Şəmidə var, hə. Hara gedirəm, meyvə qonaqlığı. Çox sağ olun, çox sağ olun. İşinlə olub könül, söhbət elə, mən də telefonu söndürəcəm prosta. Dedim, biraz bacım gedəcək, telefonu açım. Bugün axşam gedirəm nəhayət. Anar dedi, getmə, özüm gəlib apararam. Bugün 4 gündür, hə, könül. Tez-tez də gəlirsən. Anar dedi ki, mən gələnə kimi qal, mən gəlib özüm apararam. Şəmi işə getsin, gəlsin. Bəlkə yenə Razin tərəfə getdiyi alacağım şey var. Şəmi ilə gedəsiyəm. Gedim baxın. Hə, belə. Aysə, gəl bir səni çəkim, Aysə, gəl. Səni heç çəkməmişəm. Qoy mən çəkim, mən gəlim. Baxın, bu qəşəng qız, heyvanları sevən mərhəmətli qızımdır, gözəl qızımdır, ağıllı qızımdır. Bu da ən ağıllı qızdır Zəhra. Bir ev saxlayır Zəhra, bir təmizlik işi görür. Gəlin görün. Halasına çay dəmlədi, xəbərin oldu könül? Nəsə deyirdi, hə? Mamavın namaz paltarı xalçası da ay Zəhra. Nə, çay dəmlədi Nuray ilə mənə. Dəmləmədi, nədir? Ştuçna. Hə. Ağıllı balamdır. Sənin evi çəkmişdim dünən deyəsən. Su şurkabı, paltar sərləri, hər şeyi çəkdim. Şifanervin içini. Oturaq biraz da bacımla. Şəmi gəlsin, gedək. Dünən qəşəng bulvarda gəzdik, biraz çəkdim. Adam çox idi. Cəsur Zəhra ilə məktəbə gedir, Zəhranın kitablarını aparır. Kitabları ağırdı. İndikiləri verib, gələnlikləri də götürüb gələcək. Burada qonşuda təmir gedir, könülgilin belə yan qonşusu da, bu yandakı qonşusunda təmir gedir. Həm könüldə baxın belə güclü səsdir və ora mamanın evinin altıdır da, aşağısıdır. Mamanın da evində bax belə bərbad, çox səslidir. Düzdür, Allah xeyir versin, təmir də amma çox güclü səsdir belə. İnsan istəsə uzanmaq, dincəlmək, vəbşi rəvan belə səsdə heç durmur, o qorxur. Bizdə də evdə təmir gedəndə rəvanı götürdük, başqa bir yerə aparırdıq, mahnını elə güclü açırdıq ki, rəvan səsi eşitməsin, qorxur rəvan belə səsdən. Dedim, mən də bibərini təmizləyərəm. Könül, Badımcanlı balkonda peçi var. Balkonda da qoyublar. Hə, orada qızardır. Qızartma işlərini orada eləyir. Belə mətbəxini çəkim, könlüm. Buradaydı, çıxdı. Belə də könlüm mətbəxi qabaqlar çəkmişdim. Bu soyuducu sudur, baxın belə şkafdır.
Anargil yaşadığı evin proyektidir də bu da. Anargilin digər evini də çəkmədim. Hər dəfə gələndə çəkirdim. Orada yaşamırlar. Hələ tam düzəlməyib də ora. Böyük evləri. Belə oranın da ruçkası çıxıbdı. Baxıram buranın da ruçkası çıxıbdı. Belə də bu pomidorları da xörəyə istifadə edəcək. Bu da mətbəxidir. Belə bura mərmərdəndir bura. Ümumiyyətlə bura da mərmərdir. Bax bu dəzgahı mərmərdəndir könüldə. Bu da qaz piltəsidir belə şüşədəndir. Əti də burada suya qoydu. Qablarını da yığmalıdır. Amma orada badımcan qızardır. Mən də bunu təmizləyim. İndi baxıram bir izləyici yazıb. Bugün əslində Esmira qızımızın ad günüdür. Esinin. 15 yaşı tamam olur onda bugün. 13 iyun. Bugün 2 dənə konsert, ikinci konsertə çıxdı. Konsertdədirlər. İştirak edirlər. Silah haraydı dedi, yadımdan çıxdı. Esi harda konsertdədir, yadındaydı sənin? Naxçıvanskidə? Nəsə hərbi hissədə hardasa konsertdədir. Bir izləyicimiz Sevdə xanım yazıb ki, Nurayı da rəqsə qoysanız yaxşı olar. Əslində Nuray idi. Bizim ailədə ilk olaraq Nuray rəqsə getdi. Nurayla Cəsuru mən oxuduqları 284 nömrəli məktəbdə rəqs dərnəyi var idi da. Xan rəqs qrupuydu. Bədii rəhbərdə Ceyhun müəllim idi. Nuray elə bil 2-ci sinif, 3-cü sinif rəqsə getdi. Sonra pandemiya zamanı bağlandı rəqs. Ümumiyyətlə məktəbdə bağlandı. Elə o bağlandı. Nə Cəsur, nə Nuray daha getmədilər. Belə Nuray rəqsə getdiyinə görə Sevanın da uşaqları balaca vaxtı kök idilər. Esi vapşi kök idi. Seva dedi ki, rəqs olsaydı mən də Esiyə qoyardım. Bir məşq kimi də, yəni rəqs edərdi arxılamaq üçün. Elə oldu, bu rəqsi tapdı Sevda. Azad rəqs qrupudur, Əmircanda. Elə Esi rəqsə qoydu, bax elə. Elə oldu, Esi rəqsə getdi, çox gözəl götürümü var. Esi də İlahə də. İlahə arada getdi, gəldi, amma indi böyüyüb deyə, ansamblda yeri bilinir deyə, lazımdır deyə müəllim yenə götürüb, yəni yenə yazıldı İlahə. Harada tədbirlər olur, İlahə, Esi ikisi birlikdə gedirlər. Belə, yəni Nuray gedibdi getməyinə, amma indi onu da deyim ki, Esmira indi özünə ixtisas kimi belə gələcəyinə rəqqasəliyi götürüb də, yəni onu davam etmək istəyir, oxub öyrənmək də, yəni təhsilini o yolu davam etmək istəyir deyə o gedir də, getsin rəqsinə, amma Nuraya o vacib deyil deyə indi xanımlar, yəni Nuray inşallah ki 3-cü qrupa hazırlaşır. İndi bir ay belə istirahət eləsin, yenə sonra dərslərini davam edəcək. Ya evdə özü, ya oca hazırlıqlarla. Yəni Nuraya oca o vaxtı yoxdur rəqsinə məşğul olmağa, amma getməyinə gedib. Yəni deməyim odur ki, Cəsur da, Nuray da, yəni bizim uşaqların hamısı rəqs duyumludular da, rəqs edə bilirlər. Nuray da qəşəng rəqs edir. Nuray xanım rəqs edirdi, hamı ona baxdı, həvəsləndi. Belə, amma Esi qızın inşallah ki, Allah yolunu açıq etsin, istədiyi kimi olsun. Esi rəqs üzrə davam etmək istəyir. Bugün 2 dənə tədbiri var ad günündə. Ona görə o günləri birlikdə oturduq ki, sonra belə alınmayacaq. Sevda evdə deyil, qızları. Sevda heç vaxt bir yerə uşaqlarını tək buraxmır da getməyə. Həmişə onların yanındadır. Hara getsələr də, yəni Sevda həyatlarını qızlarına həsr edib. Onlarla bərabər gedir, gəlir. Belə getdiyinə görə də bütün qrupu, hamını geyindirir, geyindirir, bəziyir. Yəni bütün işi demək olar ki, boynuna götürüb belə hər işində uşaqları bəzəyir, hazırlayır, səhnəyə yönləndirir də, belə deyim. Belə xanımlar. Ay, Sonam, o çıxda baxırsan. Cəsur Zəhra ilə getdi. Zəhranın kitablarını verib. Zəhra 7-yə keçdi də. 7-ci sinifin kitablarını götürüb gələcəklər. Bu kişinin, bu motorun, aparatın səsindən bilmirəm, mənim səsimi eşitdiniz, eşitmədiniz. Mamagildə, Könülgildə tamamilə belə dayanmır da. Amma Anargildə uzaqdan belə kimi səsi gəlir. Könüllə mamanın evində belə oturmağa mümkün yoxdur, belə səsdən. Yəni mən gəldi 4 gündə elə eyni iş gedir. Yəni bu başqa bir iş görülmür. Elə nəsə deşirlər, qırırlar mı, bilmirəm nədirsə belə. Çox səs küylüdür belə.
Görüm könüş neyədir, qızardırma. Başqa tapçıqan yoxdur. Gedim sən qazanla baxım. Bu da qızardır. Bura yığır, sonra qazanın içində əti qovuracaq, soğanı yeməli kimi. Bu məndəki o qırmızı qazanlar var ya xanımlar. Onun bu rəngilisidir. Könül bunu lap belə iştək tabi eləyib. Amma mən onları səliqə ilə istifadə edirəm hələ ki. Belə qızarsın, gedim mən də bibərini təmizləyim. Mənim də bir köməyim dəymiş olsun könüşə. Belə mən də biberlərimi təmizləyim, pomidoru da doğrayaram könül. Xanımlar, bayaq buzluqda gördüm. Dedim onu da sizə çəkim göstərim. Siz bəlkə də deyirsiniz, mən səliqəliyim, amma mənim bacılarım daha səliqəlidir. Mən daha bu son vaxtlarda vəbşi həvəssizəm. Baxın, sizə bunu göstərim. Burada var. Hə, burada da var. Göstərim bunu. Deməli, könüldə nəhrə yağı alır xanımlar. O hətta məndən daha səliqəli, səbirli yanaşıb. Baxın, belə istifadə etmək üçün, yəqin ki, bunu səhər yeməyi üçün edib. Baxın, belə-belə balaca-balaca kəsib, pingvin paketlərinə belə ayrıca-ayrıca yerləşdiribdir. Nə dad keçmir, nə tam keçmir. Yoxsa bütöv çıxar, təzdən ondan biraz kəs qoy. Belə, o deyir, rahat deyil. Baxın, belə-belə ayrı-ayrı eləyib, yıxıb bura. Ərinmişi başqa, bu başqa. Görürsünüz? Nə yaxşı könül. Sən uşaqların yeyirlər də səhər yeməyində. Bəxtəvər adamsın, valla bəxtəvərliyirəm. Bizdə bir də nə Rauf yeyir, bir də Rəvan idi. Bir də nə Rauf səhər yemək yeyir bizdə. Mən də elə-belə qayğanaq falan, uşaqlar da elə-belə. Yəni, heç vaxt nəhrə yağı ümumiyyətlə. Ona görə mən onun alınmağını istəmirəm. Cəsur eşinirlər ki, hə, ata nəhrə yağı alıb, evdə nəhrə yağı var. Getdi də Cəsurun yeməyi. And içirəm, nə bilim. Aman eləyirəm, ondan vurmamışam, duru yağın putulkanı mətbəxin üstünə qoyub ki, inandırım ki, mən onunla eləmişəm də. Bilirəm, deyirsən, yalına putulkanı oraya qoymuşsan, onunla eləmirsən, mənə alladırsan. Deyirəm, bəs nə tədirəm, aç, bax, videosunu deyirəm, çəkmişəm, Cəsur, gör nə tökmüşəm içinə, görəcəksən. Yaxşıdır ki, öyle şirin ağızla yiyin. Neçə kilosunu əritdim bə? 8 kilo. Hamısı xalatinka qoymuşsan, yoxsa? Hə? Maladet. Mən dedim, bax, duz əlavə etdi. Duz vurdu, vurmadın. Duz vuranda yaxşı olur. Hə, uzun müddətli qalır, onda yaxşı olur. Hə, belə. Könüş, mən gedirəm. Gedim işə gedir. Axşam yeyəriksə yemək. Gedim uşaqların içinə, təhdilər olar. Spasibo etому domu, paycom другому. Bağlayırsınız buranı. Aha, işıqlar yansın, mən gəlirəm. Hələlik könüş, görüşərik. Könül yeməklərini eləsin, gedim mən də uşaqların içinə. Bu hələ 12-yə qalxır, kimdə onu gözləyən. Mən gəlirəm, işıqlar yanır. Sönün də, mən getdim. Getdim ama. Can bibilər qurban. Şəmi toyuğunu nəhayət pişirdi. Mən demək ki, axşama pişirdi. Bizi çağırdı ki, gəlin çörək yiyin, sevin uşaqlarla. İşə getdim, birazdan gələcəyiz. Şəmi ilə Razin tərəfə gedəcəyik. Çörək alaq, Cəsur göndərək çörək alsın, yemək yeyək. Müslümə pul verdim. Müslüm gedibdi? Malatsı. Bu da uşaqlarımın yeməyidir, nuş olsun balalarımın. Stol qarşıya çəkək.
Hamısı otursunlar, yesinlər. Yulka gətirdin Əsmə? Hə, malacət, qızım gətirdi hamısını. Uşaqları çəkim. Bunlar piknik eləyirlər, baxın. Getdilər parkda gəzdilər, alıb yeyiblər nələrsə. Bunlar dəllərində qalıb, indi evdə piknik eləyirlər. O kişi bugün bizə rahatlıq vermədi. Bir hamısının içinə sinir. Bu da bunların pikniki. Evdə. Müslüm, bəs sən qab götürmədin özü də eləcə yeyirsən? Hə. Mən Əsmanın qonağı, yəni büyük piknikdəyim. Qapının ağzında, balkonun ağzında belə oturmuşuq piknikdəyik. Ay Allah, töhdü yerə piknikçi. Belə. Patuşkalarına bax. Yeməyi də qoymadı, yeməyin. Əsma yeyir. Yalan deyir. Yemir, dadına baxır. Suyum da var, içində də bir Ha. şey, göt qoydum. Buz da qoyub içinə, lod. Sırqasına bax. Biz gələndə onu taxır. Bilirsən niyə onu taxır? Mənim xoşum gəlib ona gedir. Sevinç və bina xoşu gəlir. Nənəsi ziyarətdən gətirib bu sırqaları. O yenə qurban ağıllı qız. Cəsur dəymə də, get buradan. Və bayaq Ne yaxşıdır Əsmənə piknikdə oturmaq. ye. Ye, bibər yaxşı bax. Ye. Cəsur götürdü sən suxarkına nefsyo. Yoxsa baxıb da şübhə ilə gəlib ki, kim götürüb? Sahip Sen olmuş. çocuklar belə geçiyor. Hə, sağ ol Əsmə. Hamısı birdən belə al. Hə, yaxşı. İndi belə götürdüm. Nə baxın. Ne qəşəngdilər, ay Allah. Mən də götür. Dadına bax, sən bax. Gətir, götürürəm, gətir. Piknik. Onlar da bütün tamaşaçılar, onlar da tamaşaçılar da bizə baxırlar. Ne yalan. Götür. Murat'ın tadına bax. Üstüne Murat versin. Tatlıdır. Nerede? Dip. Hə, xanımlar, Şəmsə də işdən gəldi, yemək yedi. Belə çəkiliş etmirəm, uşaqlar orada otururlar, uzanırlar, nə söhbət edirlər, hər dəqiqə çəkiliş etmək olmur. Şəmsə də gəldi, çörəyini yedi, gedəsi yeri var idi. Gələndə yenə belə şirniyyatlı gəldi, dedi, çay süzün için, indi gələcək özü də. Yedib yeməyini, gedəsi yeri var. Bir də Rafael gətirmişdi belə. Uşaqlar yedirdim, mən də mamı ilə özümə çay süzdüm, uşaqlar çay istəmir. Bunların da çox xoşu gəldi, yenə piknik açdılar, yenə getdilər, aldılar, gətirdilər. Evin ortasında. Sənə qurban olum. Nura, niyə yoldaşlıq eləmirsən? Bəlkə yığ da. Yəyəndə xəstə olmursan, yığanda xəstə olursan. Gəl uşağa kömək elə. Sənə bir qurba. Xəzəykadır da, ev yiyəsidir. Deyir, özüm eləyirəm. Ağıllı balamdır. Onu yeməm üstüme saxladım. Onun üstünə saxlayıbsınız, nə çox? Gəl içmə ama çayımızı içək. Musika yedi yeməyini. Bu belə piçeyindi, cemli olur ya. Nədir? Piçeyindi, cemli. Almam. Rafaela qəşəng düzdür, əriyib, istedi hava, yumuşaq duman. Tutmaqdır. Nə sərin. Mən hara gedirəm, şit havasına rast gəlirəm. Şurada dolaşdım. Nuray bizlə gəlmək istəmədi. Dedi, yox, avtobusdan istəmirəm. Əslində mən birinci istəmirdim. Şəmi deyir, qoy gəlsin də bizlə. Dedim, Nuray getmək istəyirsən. Nə bilim,
Hara gedirsiniz? Gedirik avtobusla. Yox. O Razinə yox. Əzim hoş gəldi. Tamam, bir bırak istəyim. Əlini ver kutuma. Əlini mənə kutuma kutu. Kutuma hə mamasından tutur, hə, tutmamadan. A kutuma kutu. Götürdün sumka Şami? Özüm tuturum. At hə, sumka varsa at mama sumkasına atın. Ay Əsma. Ver mamaya sumkasına atsın Əsma. Burada Razin. Biz Razin deyilik çünki biz elə öyrəşmişik. İndi neçə illərdir Bakıxanov adlanır. Bizim dilimizə Razin kimi yatır. Deyəndə də hamı tanıyır. O günlərdə mama ilə gəldik. Sentrikə falan başqa mağazinə və keçdik amma çəkiliş etmədim. Əlimə telefon elə açmadım, almadım. Papanın qəbr üstündən gəldim. Sonra heç papamı, nənəmi, babamı, əmimi ziyarət etdim. Sonra heç çəkiliş etmək istəmədim. Esmoşka bibisini gəzdirir. Esmoşka. Nura gəlmədi. Deyir, istəmirəm Razinə getmək. Biz alacağımızı aldıq. Gedirik. İndi gedək. Şəmsədə Oliviyaya keçmək istəyir. Mitilər qalmaq istəyirsən, hə? Mitilərlə su almaq istəyir. Mitilərlə vada. İndi nə deyirsiniz? Bugün qalaq, gedək. İndi bugün də qoymurlar. Bugün də Şəmsə qoymur getmə. Deyir, Ayşə, hər gün işdə oldum. Səninlə oturmadım da. Deyirəm də oturduq da Ayşəmi. Gəl, qorxma, gəl. Deyirəm, neçə gündür burada əziyyət verdik bəlkə də sizə. Deyir, yox, mən oturmamışam, deyir səndən. Bazarda. Bura bahadır. Anargil Qobustana gediblər. Anar uşaqlarını, könüllə uşaqlarını götürüb aparıbmış. Qobustan nədir? Muzey kimi də Şəmiyan ora. Qoruqdur da. Qoruqdur, hə. Muzeyi də var. Hə, geçək gəziblər, orada əyləniblər, uşaqlarla şəkilli geçək çəkdiriblər. Oradan qaydanda hərəsinə bir yeşik ərik alıb. Hələ də qutarmayıb. Razində də belə qəşəng mağazinlər var. Bakıxanovda. Biz burada nə hazırlayırıq? Şəmsiyə bizə suxari salatı hazırlayır. Burada xiyar, pomidor, sonra belə Holland pendiri. Добавить можно? Holland pendirini Şəmsiyə doğradı belə. И все. Вредный салат, но вкусный. Vredli vkuslu. Faydalı değildi ama tatlıdır. Pomidor da mən doğrayım qutarım. 3 paçka da suxari и mayonez də. Все. Duz əlavə etmirik çünki suxari duzludur. Pendirində duzluluğu olur. Bir də mayonezində öz duzluluğu olur. İndi belə doğrayaq, əlavə edək. Qəşəng bir yüngül salatdır. Yayı salatı. Ha, Şəmi, можно сказать. Mayonez də beləsini aldı. Razinə gələndə alış-veriş etdik. Sok da aldıq, biri qaldı, biri qutardı. Ha, belə. Можешь выключить Nuray, sonra hazır halında çəkərik. Və salatımız hamısını əlavə etdik. Neçəsini əlavə etdik Şəmi? İkisini əlavə etdik. Onu da açacağım. Bu üstüne əlavə edəcəm. Bunu belə qarışdırdım. Ha, üstündən живой görürsün. Hə? Bu mebelin o tərəfindən düşüb yəqin Şəmi. Oradan tez-tez düşür. Hə? Yox, Oranı deyil. orandı. Kleydən açılır.
Yenə mayonez getdi. Çox mayonez. İstiot vurmadın. Suxarın olur da istiotu. Heç nə vurmadım. Vurmadın. Tuzlu olur. Qəşəngdir şəmi. Doyumlu dolar. Sinə əti əlavə olunsa necə olur? Elə eləməmişəm. Bəlkə də yaxşı. Məncə olar, məncə pis olmaz amma. Necə normal. Сюда, Bəsdir. на Mayonez. выгляд. Всем по ложечке бери. Müslüm povrum будет. Aşpaz olacaqsan musiqa böyüyəndə. Познать Yoxsa musiqiçi olacaqsan. Aşpaz yemək pişirən deyirlər də pover. Алиса. Futbolist будешь? Умничка. Maskura. Maskura deyilir bu qablara Şəmi. Maskuralarda Maskura. porsiyalarımızı qoyur Şəmsiyə xanım. Это чье? Şəmsiyə xanımı da gəzdirdim, yordum. Getdik Bakıxanovu gəzdik. Miçilər kavıda çəkərəm Şəmi, göstərərəm. Əsma mama aldığı miçilər kanı get gətir də. Sumkamdadır. Əsma, telefondan ayrıl. Mama aldığı miçilər nabada var idi, onu gətir də. Bıstrink, elə burada çəkmişkən sonra hər dəqiqə telefonu açmıram. Sumkamdadır. Sumkasında. Голубой rəngdə görəcəksən. Голубая, вот такая. Вот такая. Şəmsiyə külfət anasıdır. Çox şadlanım. Yeməyin üstündən bu vaxt yemək çox deyil Şəmi. Baxın bunu aldı Şəmsiyə xanım. Oliviyadan. Bu 7, yoxsa 7.99 nəsə belə. 6.99. Hə. Mən aldığım günəş kremi var idi, yaşıl. Mən 15-ə almışdım. Orada elə bir 15.99-dan düşüb endirimə 12.99, yəni 13 manata. Mən 15 almışdım, yəni burada 13, 2 manat ucuzuna. İstədim alam, nə yox. Alıb nə yığıram üst-üstə onları? Enki benki. Bilsəm alardım, sənə mama almadım. Dedim qoy işlədim qutarım. Aslında hər yerdə satılır da. Müska bəsdə qoy görək. Enki benki. El var enki. Enki. Baltuşkasan sən, baltun. Baltun. Bu da Şəmsiyənin miçilər suyudur. Bunu da belə çəkim. Gəl apar Əsmə qızım. Gəl bir qurban sənə. Gəl, yordum səni, gəl. O hardan gəlir səs? Yolda? Pəncərədən nə xoş gəlir 6-cı mərtəbəyə. Ala, Əsmə. Apar. Niyə güllər belə tez soldu yeşəmi? Bütün günü əldə oldu. Əl uşaqların əlində idi, belə sinifdə qaldı. Будьте как дома, но не забывайте, что в гостях. Tamam bak. Tamam başta söylüyorum. Qəşəng. Dərəvaşqa başdaşını sildik, yuduq, təmizlədik, güllərini də suladıq. Dərəvan tez ağaçları.
Bunu da keçirək, yaddan çıxıb ayanlar. Anar, yox, kufşundan belə keçir. Hə, keçir, keçir. Boşda Anar, boşda keçir. Bax belə. Hepsi belə yaxşıdır. Başım ağrıyor. Güneşli, gidin oturun başında, gəldik biz də. Gedin oturun.